Çox böyük başlar gedəcək. İlham Əliyevin ağa babası, Mehriban Əliyevanın aşkı Netanyahunun durumu ağırdır. İlham Əliyevin axırıncı qucağına hoppanıb bu savaşa qucağında girdiyi Trump'ın vəziyyəti ağırdır. İlham Əliyevi o qüvvələri orada saxlamışdı, hansısa bir missiyanı yerinə yetirmək üçün İlham Əliyev sıçıb buladı. İlham Əliyevin vəziyyəti ağırdır. Gürcüstandakı sərvətlərin, Gürcüstandakı İlham Əliyevin milyardlarla, 10 milyardlarla obyektləri satılmağa və əl dəyişdirilməyə girdi. İlham Əliyev niyə orada çox qaldı? Həm yas mərasiminə görə, həm də həmən satılacaq obyektlərə şəxsən İlham Əliyev bəzilərinə baxdı. İlham Əliyevin əlinə ayağına dolaşmasın deyə satılacaq obyektlər var, tikiləcək park, bu havası yaratdılar, güya Heydər Əliyev parkı tikirlər, oraları Əfqan, Sadıqov darmadağın eləyəcəkdi, Gürcü jurnalistləri də başına yığaraq. Amma İlham Əliyev nə komandası yaradıb bilirsinizmi? Mən bunu eşitdim, qüssələndim, qəmləndim. Səbuhilər, o Putinin zadın ekstrasensləri hamısı 25 gün görürsünüz ağır vəziyyət yazır. Mən deyəndə ki, may ayının 10'una qədər İlhamın kitabını bağlayacaqlar, inanmırsınız? May ayının 10'una qədər İlhamın kitabını bağlayacaqlar, may ayının 10'una qədər. Böyük başlar gedəcək, ən böyük baş İlhamın başıdır. Gedəsi, ən birinci baş. Böyük olması ən birinci baş. Heykəl məsələsi boş şeydir. İlham Əliyev gizli komanda yaradıbdı. Biz düşünürük Azərbaycan xalqı İlham Əliyev qaçacaq. Xalq başqa diktatorların heykəllərini necə devirirsə, İlham Əliyevin atası Heydər Əliyevin də heykəllərini elə devirəcək. Biz belə düşünürük elə. Mən də təzə hakimiyyətə gələn kimi o heykəlləri yığıb kanalizasiya kimi bir dəriyə tökəcəyəm, dəriyə. Bütün Bakının kanalizasiyası onun üstünə axacaq o heykəllərin. Açıq şəkildə də görüntüsünü qoyacağım ortaya. Canlı kamerayla CD-lərin, poxların orada töküldüyünü görəcəksiniz. Mən də belə dedim elə. Arzumuz ürəyimizdə qalacaq deyəsən. Artıq Heydər Əliyevin heykəllərini gizli komanda yaradılıb. Bunun üçün hər rayonda adamlar və xüsusi maşınlar var. Hazırlanıbdı dijurlu maşınlar. Necə ki, İlham Əliyevin qaçış planına uyğun olaraq dənizaltı, dənizüstü təyyarələrdə növbə ilə pilotlar qalır. Necə ki, yeraltı keçidlərdə hazır maşınlar. Eləcə də dəyərli həmvətənlərim, heykəlləri Gürcüstana daşımaq üçün plan cızıldı. İnqilabın ayaq səsləri gələn kimi bütün Heydər Əliyevin heykəlləri Gürcüstana daşınacaq. Mənim də xüsusi qruplarım olacaq. Qazax kömrüyü ətrafında o bölgələrdə Toğuz, Qazax, Şəmkirovu. Heykəl daşıyan bütün tentli maşınların içində daşınacaq, tentli. Bütün heykəl daşıyan maşınların qabağını kəsib heykəllərin o tərəfə getməyinə imkan verməyəcəyik. O heykəllər aşırılmalıdır. Özü də Azərbaycanda. O heykəllərin dibində bizi zəlil eləyiblər. O heykəllərin dik durduğu ölkədə bizi 33 ilmələr qoyublar. Heykəllərin bir hissəsi Gürcüstanda gizlədiləcək, bir hissəsi də Gürcüstan üzərindən başqa ölkəyə aparılacaq. Ay ki, sadəcə bu millət təhqir eləməsin deyə, bizim əlimizə keçməsin deyə. Ona görə heykəlləri İlham Əliyevin sonu çatanda, o mən deyirəm, toplantı olacaq, qərar veriləcək. Qərar verilən kimi İlham Əliyev 3 günə qaçacaq, 3 günə. Sırası ya üstü örtülü qərar mı verəcəklər, ya qərarsızlıqdan mı heykəlləri aparacaqlar. 10 milyonlarla xərc çəkilib Heydər parkları yaradıldı və o parklarda böyük bayraq dirəkləri dikildi. Bir dənə bayraq var mı o dirəklərdə? Görürsünüzmü? Görsəniz də nadir halda. O bayraqlar da, o dirəklər də məhv oldusa, bu heykəllər bir gecədə götürüləcək. Heykəllər gecə götürüləcəksə, heykəllər ətrafında nəsə olacaqsa sırası kameraya çəkin, mənə atın. O deməkdir ki, artıq İlham Əliyev özü haqqında çıxarılan qərarı bildi. Artıq 3 gün, 2 gün bunların ömrü var. 1 gün, 2 gün. Narahat eləyirdi, Bakı niyə su altındadır? Bakının niyə su basır son illərdə? Əvvəlki illərdə bundan da betər yağış yağmırdı. Amma son illərdə niyə Bakını su basır? Buyurun baxın. Bakını su basmasına və yolların birdən çökməsinə səbəb Prezident İlham Əliyevin gənclikdəki və Buzovnadakı iqamətgahlardan hava limanına yeraltı tunellərin çəkilməsi olubdur. Bu tunellərin çəkilməsi zamanı tunelin xətti ilə toqquşan kanalizasiya xətlərinin qarşısını kəsiblər tuneli çəkəndə. Qarşısını kəsib bağlayıblar. Yadınızdadır bir tunel kanalizasiya xətləri vardı, içi təmiz beton tökülmüşdü. Yadınızdadır. Deməli İlham Əliyevin tunel xətti ilə deməli hava limanına İlham Əliyevin qaçış tunelləri, Gənclik və Buzovnadan gedən qaçış tunellərinə kəsiblər. Hamısı da beton töküblər. Bağlanıbdır kanalizasiya xətləri. Kanalizasiya xəttinin yolunu, dəyərli həmvətənlərim, diqqətli olun. Kanalizasiya xəttinin yolunu dəyişmək çox çətin xərc tələb eləyir. Əgər, deməli, İlham Əliyevin əgər kanalizasiya, bu qaçış tunellərinin, toqquşduğu kanalizasiya xətlərinin dəyişilməsi, qanuni şəkildə dəyişilməsi baş versəydi, həm uzun zaman olardı, həm də 10 milyarddan çox pul lazım idi. Bütün binalar, nələr, altından, binanın altından gedən var, üstdən gedən var, yoldan gedən. Hər neysə, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, çox bahalı xərc tələb eləyir. Bağlanılan kanalizasiya xətləri sadəcə kiçik durbalarla digər kanalizasiya xətlərinə, kiçik durbalarla, ötürücülərlə qoşulubdur. Kiçik durbalarla. Lakin yağış yağan vaxtı, bir dərəcədə yağış güclü yağan vaxtı həmin kiçik ötürücü durbalar suyu tam ötürə bilmir. Tunel çəkildiyi üçün yerin altında su yüyür. Tunel çəkilib deyə yerin altında su yüyür
Və buna görə də yollarda çöküşlər də baş verir. Şəhəri su basır. Dəyərli vətəndaşlar.